Molla Nəsrəddin bir gün bazardan 3 kilo təzə ət alır. Gətirir evə verir arvada. Axşama bir yaxşı bozbaş bişirərsən deyib çıxıb gedir iş dalınca. Amma arvadın rəfiqələri gəlir, oturub ətin hamısını yeyirlər. Molla axşam evə gəlir, ac susuz, süfrəyə oturur, arvad gətirib quru çörək qoyur qabağına. Molla təəccüblə soruşur: "Ay arvad, bəs ət hanı?" Arvad özünü itirmir. "Molla, vallah mən heç nə eləmədim. O yaramaz pişik var ha, sən gedən kimi ətin hamısını yedi." Molla heç nə demir. Qalxır, baltanı götürür, pişiyi tutur və qoyur tərəziyə. Tərəzi düz 3 kilo göstərir. Molla dönür arvada, gözlərini bərəldib deyir: "Ay arvad, indi mənə düzünü de. Əgər tərəzdəki ətdirsə, bəs pişik hanı? Yox, əgər bu pişikdirsə, bəs ət hanı?"